Yağış yağarkən həmişə sevinmişik, bərəkətdir demişik. Amma son günlər yağan yağışlar hamını qorxudur, sarsıdır. Niyə? Nədən? Səbəbi nədir? Gəlin indi müqayisə edək. Bu da baxın, Lahıc qəsəbəsi. Güclü yağışlar yağsa belə heç kəs qorxmur, sarsılmır. Əksinə, sevinirik. Möhtərəm prezidentimiz İlham Əliyev Ümumdünya Şəhərsalma Fondunun açılışı mərasimindəki çıxışında Lahıc qəsəbəsinin tarixi mühəndislik nümunəsi olaraq dünyaya nümunə göstərib. Dövlət başçımız 15 əsr əvvəl qəsəbədə yaradılan və bu gün də işlək vəziyyətdə olan su və kanalizasiya sisteminin əcdadlarımızın yüksək istedadının təzahürü kimi dəyərləndirmişdir. İnşallah gözəl Bakımızda bu problemi qarşılayan istedadlı mühəndislər yetişdirər.